Elçin bəy, ilk olaraq soruşmaq istərdim ki, diş texniki kimdir və bu peşənin əsas vəzifələri nələrdir? Diş texnikinin əsas vəzifələri həkim stomatoloq tərəfindən pasiyentin ağız nahiyəsində konstruksiyalara uyğun olaraq götürülmüş ölçülər əsasında görülən işlərlə məşğul olan bir peşədir. Protez dişlər də ola bilər, çıxan və çıxmayan protezlər də ola bilər, keramik, vinil dişlərin hazırlanması ilə məşğul olan peşə sahibidir. Stomatoloqla diş texnikinin fərqi nədədir? Həkim stomatoloqlar pasiyentin ağız nahiyəsində işləyirlər. Onların verdiyi konstruksiya əsasında da diş texnikləri işləyir. Biz pasiyentlərdən işləmirik. Sadəcə olaraq laboratoriya şəraitində çalışan bir peşə sahibləriyik. Bəs gənclər niyə diş texniki peşəsini seçməlidirlər? Məncə gənclər diş texniki peşəsini ona görə seçməlidirlər ki, ta qədimdən həmişə dişə ehtiyac olubdur. Həm estetik gözəllik deməkdir, sərbəst danışıq nitq deməkdir, sağlam həzm deməkdir. Biz çalışmalıyıq ki, bu peşəni seçməkdə, o cümlədən gənclər seçməkdə insanlara sağlamlıq, şirin təbəssüm vermək.